Regionda Türkiyənin rolu getdikcə artır, Türkiyə getdikcə güclənir. Türkiyənin bir silah sənayesindəki ixracı son illər ərzində sürətlə artır. Yəni Türkiyə getdikcə daha güclü və hegemon bir dövlətə çevrilir. Bu bizi sevindirməyə bilməz, biz buna sevinirik. Çünki biz özümüzü Türk sayırıq və siz bayaq dediniz bir dövlət, bir millət, iki dövlət prinsipi ilə də yaşayırıq. Onların sevinci bizim sevincimizdir, kədəri kədərimizdir. Bugün sırt-sırta dayanmaq Azərbaycanla bu bölgədə olduqca önəmlidir. Yəni bütün qarşılıqlı münasibətlər fonunda eyni zamanda əl-ələ verib bu prosesləri, bölgənin proseslərini, bölgənin problemlərini çözmək, regionda olan məsələləri birgə çözmək çox belə deyək də, həm zəruridir, həm də qürurvericidir ki, iki dövlət, iki Türk dövləti bu regionda bir araya gəlib bu məsələləri, məsələn, Suriyada Azərbaycanın iştirakını mən dəstəkləyirəm. Çünki Türkiyəmiz oradadır. Türkiyəmiz haradadırsa biz oradayıq. Baxın, mən belə yanaşdım və bunu doğru bir çağırış hesab edirəm, doğru bir seçim hesab edirəm. Və təbii ki, bu doğruların fonunda biz nəyi görürük? Rusiyadan qıcığı görürük, İrandan qıcığı görürük. Əslində, Suriya İranın əlində bir alətidir, istifadə edirdi və özünün bütün, belə deyək, yaxın şərqdəki o zəhərləyici siyasətini həyata keçirdiyi müstəvilərdən biri də Suriya idi və Suriya İranın əlindən çıxdı və təbii ki... Eyni formada da Rusiya. Eyni formada Rusiya çıxdı orada. İndi orada kim güclənir? Türkiyə. Türkiyə güclənir. Ona görə də Azərbaycana baskılar təbiidir. Bəli, təbiidir bu baskılar. Azərbaycan da onun yanında olmaz. Azərbaycan da Türkiyə ilə bir yerdə olması. Qoy ev yoxdur, biz orada müəyyən qədər pul xərcləyək, heç bir şey olmaz. Təbiətimizə verdiyi neftdən, oradan gələn puldan bir qədər orada xərcləyək. Amma bunun siyasi əhəmiyyəti çox böyükdür. Regionda mövqelərin, Türkiyənin və Azərbaycanın mövqelərinin möhkəmlənməsi baxımından və gələcəkdə bu regionda həlledici gücə çevrilmək. Yəni, mən təxminən belə görürəm ki, elə bir duruma gəlib çatacaq ki, bu böyük regionda Azərbaycan-Türkiyə birliyinin razılığı olmadan heç nə əldə etmək mümkün olmayacaq. Biz indi Zəngəzur dəhlizinin haqqında prezident nə qədər ürəklə danışdı. Açılacaq. Biz də sizin efirdən dəfələrlə deyim ki, açılacaq, bunun alternativi yoxdur. Açılacaq. Və bu şəkildə demək ki, az qala bax, bunun açması belədir də təxminən münasibətini eləyək. Ya xoşla, ya zorla açılacaq.